Son 8 ayda diplom tanınması ilə bağlı 491 mənfi rəy verilib. Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov brifinqdə çıxışı zamanı deyib. Onun sözlərinə görə cari il ölkə ərazisində xarici kvalifikasiyanın tanınması üçün 3480 müraciət əsasında ekspertiza həyata keçirilib. Agentliyin dəyərli əməkdaşları tərəfindən müvafiq ekspertiza həyata keçirilib və bu mənada yəqin ki, artıq ekranda görmüş olursunuz. 3480 müraciətə münasibətdə 2989 müraciətlə əlaqədar müsbət qərar verilmiş və 491 müraciət, təqribən 14% edir, imtina qərarı verilmişdir. Sözsüz ki, imtina sözü xoş deyil, amma biz düşünürük ki, zamanında müvafiq maarifləndirmə düzgün olsaydı, yəqin ki, biz bugün o 14%-də görməmiş olardıq.